Onda sayıncasınız, bilməcəsiniz. Bugün sizinlə başlıqda gördüyünüz kimi sual-cavab vlogu eləyirik. Və mən bu vlogu çoxdan çəkmək istəyirdim ki, sizə mənə çox suallar verdiniz. Bütün sualları bugün burada sizinlə bir yerdə oxuyacağım. Çox uzatmadan mən deyirəm ki, gəlin başlayaq. Getdim bir dənə ruçka gətirdim və suallara başlayaq uzatmadan. Heç yalan danışanda tutulubsam, məncə olub, amma ki ağlıma gəlmir. Amma ağlıma ən son gələnlərdən bibimə yalan danışmışdım. Ki, yəni mahcubiyyət idi, yəni çarəsizlikdən danışmışdım. Amma yəni, deyə bilmərəm təəssüf ki. Amma ən son ağlıma Bakıda bibimə yalan danışdığım gəldi. 1 milyon dolların olsa ilk nə alarsan? 1 milyon dollarım olsaydı, məncə ev alardım. Ev, maşın, yəni alardım. Qalan pulun bir hissəsini banka qoyardım. Daha sonra isə onda baxardım. İzləyicilərdən gələn ən qəribə mesaj. Əslində qəribə mesaj yoxdur, amma linç gəlmişdi də. Yəni, bir dənə hesab idi və bizim soyadımızdaydı. Hesab böyük ehtimalla qohumlardan idi, ana tərəfdən. Yəni, bir linç etmişdi. Biz də şok olduq, dedik bu kimdir? Hesaba baxanda gördük ki, 2 dəqiqə qabaq atsıbdı. Kimdirsə böyük ehtimalla bizim tanıdıqlarımızdandır. Bizi linçləmək üçün yeni kanal açıb ki, tanımayaq. Amma yəni, tanımalıq sizdən də. Əgər baxsansa bu videodan heç nə demirəm. Ən utandığım hadisə deyə bir şey yoxdur. Çox utandığım hadisə var, amma yadıma gələnlərdən ən son hazırlıqda olanda yeni bir qız gəlmişdi. Qabaqda oturmuşdu. 3 dənə stol bu formada düzülübdü. Ən arxada o qız oturubdu. Mənim ən arxamda da 3 dənə rəfiqəm oturubdu da. 3 rəfiqəm oturub. Mən ortada oturmuşam. Qızla qabaq-qabağayım. Qız salam elədi. Mən də qayıdımla gülə-gülə salam verdim. Bir də gördüm arxadan gülüşmə səsləri gəlir. Yəni dedim bu görən mənə salam verirdi. Bir də gördüm ki, arxadakı qızlara salam verirmiş. Mən də yalanınca belə eləmişəmiş. Çox pis olmuşdu. Bir ay mənə lağa qoydular o söhbətin üstündə. Özündə dəyişmək istədiyim bir şey. Yəni xarici zahiri görünüşümü, yoxsa xasiyyətimi? Xasiyyət olaraq desəydim, bəzən çox yersiz zarafatlar edirəm. Yəni çox bayaq yersiz zarafatlar edirəm. Xarici görünüş olaraq javlaynımı dəyişmək istəyərdim. Javlayla başqa hər yerim okeydir. Yəni javlayınca dəyişim bəsimdir. Özümdə ən sevdiyim xüsusiyyət hamı ilə səmimi olmağım. Yəni təzə tanışdığım adamla belə çox səmimi ola bilirəm ki, böyük ehtimalla dostlarım bunu yazacaq alta. Çünki mən hər insandan mehriban, eyni dərəcədə mehribanam da. Yəni mən yeni bir insanla tanışmışamsa da, o mənlə ünsiyyət qura bilməsə belə, mən onunla ünsiyyət qurmağa çalışıram. Dəhşət çox səmimiyəm. Bu həm özümdə bilirəm, həm də ki, yəni bütün dostlarım bunu mənə deyir. Bir günlük məşhur biri olsan kim olardın? Ayda Jenna Ortega olardım. Jenna Ortega olmağı çox istəyərdim. Ən çox peşman olduğum şey, mən yenə kimi heç bir şey görə peşman olmamışam. Çünki düşünürəm ki, olmalıdırsa olubdu. Peşman olduğum heç bir şey yoxdur. Yəni deməli olmalıydı, olubdu. Всё. Yəni bitdi də sadəcə bu. Heç kimə demədiyim bir sirrin nədir? Heç kimə demədiyim sir, hamıya deyirəm də. Yəni yoldan keçən adamı görsəm belə dərdimə danışa bilərəm, amma heç kimə demədiyim şey var. Özümün yoxdur, amma yəni dostlarımın, ailə, tanış olanlar var. Özümün belə yoxdur. Hər şeyimi deyirəm hamıya. Ən sevdiyin rəng nədir? Ən sevdiyim rəng təbii ki də pinkdir. Yəni demək olar ki, bütün əşyalarım pinkdir. Sadəcə geyim olaraq biraz qara ola bilərəm, bir balaca. Amma ən sevdiyim rəng təbii ki də çəhrayıdır. Ən sevdiyim fəsil nədir? Ən sevdiyim fəsil təbii ki də payız. Yay çox istidir, qış çox soyuqdur. Amma həm payız, həm qış insanıyam. Amma yay insanıyam həm də. Yəni bilmirəm. Əslində hansı insanım özümdə bilmirəm, amma məncə payız qış ola bilər. Məncə. Ən sevdiyim göz rəngi. Mənim əslində göz rəngim şəklini bura qoyacağam. Belədir. 4 rəng var içində. Sarı, yaşıl, narıncı, karitsimi. Yəni ala rəngidir də mənim gözüm. Amma mənim ən sevdiyim göz rəngi boz göz rəngidir. Boz. Bakıda bir tanışım var, Məryəm. Onun gözləri boz rəng də çox gözəldir. Yəni şəxsən mən istəyərdim ki, göz rəngim əgər ala rəngi olmasaydı, boz rəngi olsaydı. Yəni çox asil durur. Ən sevdiyim film nədir? Ən sevdiyim film The Notebook.
Yupka ətək yoxsa şalvar kofta? Təbii ki, yəni yupka kofta. Çünki mənim yupka kombinlərim, yəni mən yupka insanıyam da. Hətta bura qoyacağam, şəkillərini tapsam, mən hər yerə yupka ilə gedirəm. Telefonsuz bir gün yaşaya bilərsən. Bunu yoxlamamışam əslində. Bunu vloqunu çəkə bilərəm. Amma heç yəni yoxlamamışam və məncə yoxlamışam, yəni alınmayıbdı. Məncə yaşaya bilmərəm. Yəni WhatsApp olmadan, YouTube olmadan, TikTok, Instagram platformaları olmadan yaşaya bilmərəm heç vaxt. Özünü 3 sözlə təsvir etsəydin nə deyərdin? 1. Səmimi. Yəni səmimiyəm, açıq deyək. Çox danışan. Məndə var bu biraz. 3. Hər şeyə gülən. Çox hər şeyə gülürəm. Yəni yersiz bir şeyə belə gülürəm də. Mənasız. Neçənci sinifsən? Yəni neçənci sinifə keçdin? Mən 9-cu sinifi təzəcə bitirdim. Artıq 10-cu sinifəm və 9-cu sinifdən hətta tövsiyələr istəmişdiniz 9-cu sinif üçün. Təbii ki də çəkərəm, heç bir problem yoxdur. Çünki mən imtahanın 270 bal yazmışdım. Fərqlənmə attestatlarım, uğurlarım hamısını qoyacağam bura dediyim kimi. Təbii ki də gələr 9-cu sinif üçün tövsiyələr, amma indi 10-cu sinifəm. Ən çox hansı aktivitəni sevsən? Ən çox deyə bir şey yoxdur mənim üçün. Mən hər şey eyni dərəcədə skate sürməyi çox sevirəm, amma bu aralar çox sürmürəm. Musiqi dinləmək, yazı yazmaq, yəni və kitab oxumaq. Yəni yazı yazmaq. Bu aralar düz yazmıram. Yazanda da hekayə yaxud indi yazdığım bir şey var. Onu bitirəcəm. Onu bitirdikdən sonra kitab yazırdım. O qalıbdı, onu yazacağam. Qalmaq istədiyim ölkə Azərbaycan. Mən gedib səyahət etmək istədiyim çox ölkə var. Məsələn, mən İtaliyaya getmək istəyərəm. Amma ən sevdiyim ölkə təbii ki də İspaniyadır. Yəni səyahət olaraq istədiyim. İspaniyaya getmək çox istəyirəm. Amma qalmaq istədiyim təbii ki Azərbaycan, Bakı. Oğlan qız dostluğu olur. Məncə olur. Mənim fikrimə görə olur. Hətta mənim bir neçə oğlan dostum var. Olur, mənə görə olur. Universitet olaraq nəyə fikirləşirsən? Adına su. Hətta bura qoyacağam. Hər şey qoyuram, bura baxarsınız. Yəni mənim duvar kağızım belə adına sudur. Azərbaycan Dövlət Neft və Sənaye. Çox, yəni sevirəm də universiteti. Mən ora qəbul olmaq istəyirəm. Kompüter mühəndisliyi üzrə, informatikada. YouTube çəkmək necə hissdir? Yəni həmçinin YouTube'a başlamaq. YouTube çəkmək yəni çox zövqlüdür. Yəni izah edə bilirəm. Mən bir abunə gələndə belə çox xoşbəxt oluram. Amma bir abunə itirdim də. Tam mən ChatGPT-ilə danışıram belə mövzuları ki, ayda 168 idi, 167 olubdu, nə edəcəm? Deyir dayan da, nə olubdu? Artacaq da get-gedə. Eybi yoxdur bir insan heyfini biz 10 abunə ilə alarıq məsələn. Yəni çox panikləyirəm, həvəsdən düşürəm, amma abunəm qalxanda çox xoşbəxt oluram ki, məni izləyən insanlar var və yəni qısa müddət ərzində 2 həftə, 3 həftə, 2 həftə ərzində 170 abunə yığmaq məncə çox yaxşıdır da, yəni mənim düşüncəmə görə. İnşallah qısa müddət ərzində 1000 abunə olarıq və mənim hədəfim hələ ki 10.000-dir. Daha sonra isə get-gedə artacaq məncə davam etsəm və davam etməyini çox istəyirəm də, yəni davam etmək çox istəyirəm. Universitet vlogları, daha sonra isə xaricə getmək, Bakıda gəzinti, bu vlogların hamısını sizinlə paylaşmaq istəyirəm və bu ehtimalınca davam edəcəm. Yəni çox gözəl istifadə edə bilmirəm. Keçmişə qayıtsan nəyi dəyişərdin? Məncə heç bir şey dəyişməzdim. Çünki həyat davam eləyir və belə bir şansımız yoxdur. Məncə dəyişməzdim. Yəni həyat axarında olmalıdır. Heç bir şey görə peşman olmamalısan, gələcək həyatına davam etməlisən. Bu formada məncə qalmalıdır. Səni ən çox xoşbəxt edən şey. Mən əslində hər şey çox xoşbəxt olan insanam. Klassik kitab alanda çox xoşbəxt oluram. Otağımda bir balaca dəyişiklik edəndə, ailəm xoşbəxt edəndə, dostlarımın yanında olanda çox xoşbəxt oluram. Həmçinin YouTube-da mənə çox xoş sözlər yazanda, onları oxuyanda və kıpır-kıpır olur içim. Ona da çox xoşbəxt oluram. İnsanlarda səni ən tez soyudan şey nədir? Özündən çox razı olmaqları, mən beləyəm, mən eləyəm. Haqsız olduğunu qəbul edən insanlar. Heç kimə demədiyim bir arzum. Şəxsən heç kimə demədiyim bir arzum yoxdur. Hamı hər şeyimi bilir. Hansı film ya da ki serial xarakteri olmaq istəyərdin? 2 dənə var əslində. Bizə Fallout-da Jenna Ortega'nın başrolda oynadığı
xarakteri olardım məncə. Amma türk serial olaraq Aşk 101-də Eda olardım məncə. 1 milyon dollara saçını bob formasında kəstirərdim. Təbii ki də etdirərdim. Hep qaynaq elətdirərdim də. Yəni 1 milyon dollar az pul deyil təbii ki də. 1 milyon dollarsız belə saçımı özüm evdə bob etmişdim. Fotolarını bura qoyacağam. Əslində bob deyildi, mini wolf cut idi. İndi uzadıram saçımı. Buradan da hələ ki, amma buradan saçlarımı özlədim. Bir video silmək məcburiyyətində olsaydın, hansı videonu silərdin? Məncə birinci shorts videomu silərdim. Yəni çox məntiqsizdir. Yəni niyə belə bir şey paylaşmışam bilmirəm, amma məncə onu silərdim. Səncə doğal makyaj yoxsa şık makyaj? Mən daha çox doğal make-up eləyirəm. Çünki 15 yaşım var və şık makyaj hələ ki etmək üçün çox tez olduğunu düşünürəm. Və özəl günlərdə belə məncə şık make-up etmək bu yaşımda düzgün deyil. İzləyicilərinə bir cümlə desəydin, nə deyərdin? Mən deyərdim ki, təbii ki də sizi çox sevirəm və məni dəstəkləyən hər bir insana da buradan minnətdarlığımı və təşəkkürümü bildirirəm. Əslində çox söz demək istəyirəm, çox cümlə demək istəyirəm, amma bir cümlə dediyi üçün bunu demək istəyirəm. Yəni mən dəstəkləyirsiniz, mənə kommentlər atırsınız. Yəni o qədər çox xoşbəxt oluram ki, yəni onu izah edə bilmirəm də sizə. Adi bir shorts videosu da, qısa videodur. Oraya yazırlar ki, nə bilim, hətta ən son sevindiyim orta çağda olsaydı uğruna savaş başlatılırdı. Ayda çox xoşbəxt olmuşdum da onu oxuyanda. Yəni gözüm dolur, ağlayıram hərdən səbəbsiz yerə, amma çox xoşbəxt oluram. Niyə yorumlardan fərqli olaraq bu arada oxuduğumu da deyim. Çünki dəftərə yazmışdım qısaltma formasında uzun alınmasın deyə. Amma yəni belə. Sual-cavab videomuz da bura kimi idi. Ümid edirəm bəyənmişsinizdir və hansı sualları istəyirsinizsə də yenə altda yaza bilərsiniz. Və hansı suallar sizə maraqlı qaldısa, onları da cavablayaram. Onda isə hələlik. Səni ilk dəfə görəndə anladım, sevirəm mən.